Cəlilabadın Göytəpə şəhər sakini 63 yaşlı Hürü Zülfüqarova 8 ildir ki, yeriyə bilmir. Buna səbəb yaşlı qadının onurğasında olan problemdir. Ağır xəstəlik keçirdim. Durdum gəzəndə gördüm sağ qısım yaxşı işləmir. Elə o sağ qısımdan da yavaş-yavaş yeriyirdim. Yəni həkim dedi ki, müalicələri keçməsə çox ağırlaşar. Yəni gətirin müalicələrin vaxtlarında. Hər vaxtda müalicə alsın. Bakı şəhərində. Respublikanski xəstəxanada mənim bir həkimim tapıldı. Yəni mən heç vəbşə ayağa qalxa bilmirdim. Mənim burada ölü kimi apardılar onu. Dedi daimi müalicələrimi almalıdır. İmkan olmadı. Bir dəfə, iki dəfə getdim, gedə bilmədim. Hürü Zülfüqarova gənc yaşında anasını itirib. 4 qardaş, 3 bacı olan Hürü nənə ailənin ən böyük olduğundan bacı qardaşlarının qayğısına qalıb və bu səbəbdən ailə həyatı qurmayıb. Qardaş bacıları ona sahib çıxmasalar da o qardaşı oğluna sığınıb. Hazırda onunla birlikdə yaşayır. Yeriyə bilmir, məcbursan girəsən qoluna, ya qucaqlığa götürəsən, aparasan həyatda bir 5 dəqiqə günün qabağında otursun. Mən işdə olanda uşaq kimi o daş pləkanları düşür çıxır da, yəni dizləri sümüyü çıxmışdı onun. Onlar indi keçirdir qıçına, yəni iməkləyir də uşaq kimi rahat. Ağrıları günbəgün artan Hürü Zülfüqarova qocalar evinə yerləşdirilmək üçün müraciət etsə də imtina cavab alıb. Səhhəti isə əlillik dərəcəsi almağa müraciət etməyə imkan vermir. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, yalnız yaşı 70-dən yuxarı olan və kimsəsiz şəxslər qocalar evinə yerləşdirilə bilər. O ki qaldı əlillik təyinatına Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından öyrəndik ki, Hürü Zülfüqarovanın tibbi müayinələrinin nəticələri və digər zəruri sənədlər yaxın günlərdə tibbi sosial ekspert komissiyasına təqdim olunacaq. Bu da onun gələcəkdə əlilliyə görə pensiya almaq imkanı əldə etməsinə şərait yarada bilər.